Herkese salam dostlar, mən tənqidçi qız. Bu videoda xəstə olduğum üçün səsim biraz pis ola bilər, ona görə bağışlayın. Gəlin videoya keçək. Beauty Time gözəllik salonunda bir qadın lazer edərkən yandırılıb. Bilirəm, bu video üçün biraz gecikdim, amma vaxtım yox idi. Ona görə ancaq bugün yetişdi. Gözəllik salonundakı işçi o qədər üstsüzdür ki, müxbir qadını qolundan tutub onu bayıra itələyir. Həqiqətən utanmalısınız. Şərhlərə baxdım və bu dəfə şərhlərdə insanlar yanan qadının tərəfini tutub. Amma bəzi öküzlər qadının nazarda nə işi var? İndiki qadınlar oralarına, buralarına da tük götürür. Axırı da elə belə olar deyir. Birincilikdə sizə nə? İstəsə gedər, tük götürər, istəsə 50 ton makyaj edər, istəsə 10 dəfə estetik əməliyyat olar. Bu heç kəsə qalmayıb. İkincisi, şərhlərdə insanlar qadının dediyi sözlərin çoxunun türk dilində olmasına savaşır. Bu da heç kəsə qalmayıb. Qadın istəsə ərəb dilində, fransız dilində, alman dilində, ingilis dilində, rus dilində danışar. Buna heç kəs qarşı gəlməz. Mən əvvəllər Bakıya getmişəm. Bakıdakı insanların bir qismi küçəni keçərkən rus dilində danışırdı. Mən sırf onlar rus dilində danışırlar deyə onların yaxasını tutub onlara söz deyə bilməzdim. Ona görə də belə şeylərə qarışmayın. Amma qadın elədiyi hərəkətlər məni həqiqətən də utandırdı. Azərbaycanda belə insanların olmağı məni kədərləndirir. Həqiqətən inşallah xalqımız düzələr və doğru düzgün öz işini edən insanlar çoxalar.